Fevralın 11-də bir qrup şəxs tərəfindən aldadıldıqlarını iddia edən Babayev Elşad, Əliyeva Bahar və Sadıqova Səkinə Kanal 13-ün əməkdaşına yaşadıkları problemi danışıblar. Zərər çəkən şəxslər bildiriblər ki, Gülməmmədov Mətanət, Rüstəmova Ceyran və Hüseynova Reyhan dələduzluq edərək onların əmlakını mənimsəmək niyyətindədirlər. Mövcud problemlə bağlı hüquq mühafizə orqanlarına müraciət edən şəxslər qeyd ediblər ki, onların hüquqları bərpa olunmadığı halda özlərini prezident aparatı qarşısında yandıracaqlar. Mən Babayev Eyüp Talıboğlu. Uzun müddətdir mən bu dırnağımla, yəni zəhmətimlə, alın zəhmətimlə bərsəyə getirdiyim bu evi harca yoldan keçən bir tüfeyli həyat sürən qadınlar bizdən bu evi almaq istəyirlər. Bizə müəyyən summa verib ki, özü də götürüb orada yazıb 200.000 manat. Haradadır? Sən mənə 200.000 manat pul vermişsən, mən hara aparım bu uşaqlarını, bu nəvələrimi? Rəhmətli atam mənim şəhərin mərkəzində ev kooperativ tikdirib verib. Mən o evi satıb gəlib burada 3 uşağı yerləşdirmişəm. Nətər eləyim mən? Mən xahiş edirəm adiyyətli orqanlardan. Bizim prezidentimiz İlham Əliyev cənablarından, Mehriban xanımdan bu günü-gündən bu şəraiti cavanlar üçün yaxşılaşdırır, asanlaşdırır, yeni işlər görür, ipotek kreditləri düzəldir. Nə formadasa istəyir insanlara yaxşı olsun. Bizə deyir, zəng eləyib bizi qorxudublar. Biri deyir, uşağımı qoymuşam nəsədə, pul almışam, biraz borc almışam, amma indi evimi alıb əlimdən. Biri gənə də, yəni ki, belə adamlar çoxdur. Onları televizorda çıxsa, çox adam gələcək. 50-60 nəfər gələcək. Biz indi məhkəmələrə də müraciət eləmişik. Yəni ki, onların harada məhkəməsi olub, hamısını araşdıracaq. Onlar maşennikdir, özü də ki, sırf bu işdən məşğul olandır, faizçilərdir. Olsun faizçi, verirsən, intası insafla olmayan şeyi niyə yazırsan? Mənim özümü elə Reyhan, həmən Ceyran, yəni ki, Ceyranın deyirdi puludur. Ceyran, mənim kasetlərim var. Bahar xanımın kaseti var. Özü də ki, mən ona 300 minə kimi pul ödəmişəm, dəqiqliyi ilə. Yaxşı, ödəməmişəm və vermişəm. Hələ elə belə də vermişəm. Mən indi hamısını tələb eləyəcəm ondan. Onun pulu çoxdur, mənim yoxdur. Çünki mənim pullarımı onlar yiyiblər hamısını. Yalandan mənə qol çəkdiriblər, hansı ki, elə şey olmayıbdır. Mənə 1 qəpik də verməyib. Məhkəmə qərar çıxardıb ki, görüntülər çıxsın. İndi biz onun üstündə işləyirik hal-hazırda. İndi baxarıq da, onların pulu var, qoy onların pulu görərik necə onlara qismət olacaqdır da. Heç nə olmaz. O qorxutmaqla deyil. Hamını qorxudur, təzyiq göstərir. Gecə saat neçədir zəng gelib Bahar xanıma. O uca subutdur. O diski biz Ramil Yusubov cənabına göndərmişik. Baş prokuroruna göndərmiş həmən diski ki, orada yazılıb, sən evi almışsansa, necə xanımın evini qaytarırsan, üstündə də 30.000 pul qaytarırsan. O hamısı diska deməli, siz maşenniksiniz da. Siz maşenniksiniz. Evi alan, evi mən satmışamsa, ev mən çıxmalıyam da. Bax, mən ev satmışam, neçədən ev də satmışam. Pulumu alıram, yəni evi satıb gedirəm. Düzdür, evdən də çıxıram da. Əgər mən bunu satmamışamsa, mən necə o deyə bilər ki, mən satmışam onu. Elə şey olar. Yoluna qoyacaqlar bu məsələ. Korrupsiya yol verməzdir. Hər gün televizor açırsan, korrupsiyadan danışırlar. Korrupsiyalərdən danışırlar. Yəni bunlar bizim bu 3 dənə ailənin, şahidimiz də 4 var. ailə bizim bu evdə 2 dənə də əlavə ailədir. Yəni onlar hamımızın evlərimizi əlimizdən almaq istəyirlər. Gediblər hipotek adı ilə biz bilmədən aparıblar notariusə 5 dəqiqəsində razılıq ərizələrimizi hamımızı alıblar ki, hipoteka qoyacaq. Hamımız sonradan bilmiş ki, bu aldı satqıdır. Yəni mən özü yazdırıblar orada, ağızlarına gələn summanı da yazdırıblar orada. Hamımızı yazdırıblar ki, güya biz bu qiymətə ev satmışıq. Heç bir getirmirlər. Yəni, çox xahiş edirəm sizdən cənab prezidentim. Xanım Mehriban. O həddə çatmışıq ki, biz özümüzə qəsd eləmək istəyirik. Atam da hazırlaşıb, hamımız, Bahar xanım deyir ki, özümü yandıracaq. Yəni biz də özümüzə, baxın, xahiş edirəm, bizim körpə balalarımız var. Xahiş edirəm, onları çəkin görsünlər, bizim orqanlarımız görsünlər ki, görün nə cür haqsızlıq baş verir burada. Onlar Nəsimi
xahiş edirəm. Nəsimin prokurorluğuna onlar Gör nə qədər uşaqlar, körpə uşaqlar. bax bu körpələri Bu nəvərini hara aparırlar? Neyniyim bu uşaqların? Belə Allahsızlıq olar. Danış qardaş. Kışın bu şimdi yoldan çağında. oldu apar. Özünüzü ələ alın.